Paytaxtın Binəqədi rayonu 28 may qəsəbəsində də bıçaqlama hadisəsi baş verib. 17 yaşlı yeniyetmə həmyaşıdına ondan çox bıçaq zərbəsi vurub. Polis hadisəni törədən paytaxt sakinini saxlayıb, yaralı isə kliniki tibbi mərkəzə yerləşdirilib. Çək günüymüş, hərliyirmiş ki, sən öldürəcəm, sən öldürəcəm. Bıçaqlayan şəxs və ya bıçaqlanan şəxs əvvəllər tanış olublar və elə həmən şəxs öncə bıçaqladığı şəxsin evinə gələrək onu evdən çıxararaq küçənin bu hissəsinə gətirib və söhbət ediblər və daha sonra hələlik məlum olmayan səbəbdən üzərində olan bıçaqla həmən şəxsə 12-dən çox zərbə vurub. Bu isə həmən şəxsin köynəyidir, hansı ki elə bıçağın izləri də burada, vurulan bıçağın izləri də qalıb. Bıçaqlanma hadisəsi 28 may qəsəbəsində 17 yaşlı məktəblinin yaşadığı evin qarşısında baş verib. Hadisədən xəbər tutansa məktəblinin nənəsi olub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Döş qəfəsindən vurub, bax buradan, sümük qoymayıb dərinə keçəcək. Ağciyara keçibdi. Bu bir tərəfdən də vurubdu. Bağırsığına keçibdi, boşluğa düşüb, bağırsıq salamat qalıb. Bıçaqlanan 17 yaşlı yeniyetmə 36 saylı məktəbin şagirdi olub və 9-cu sinifi bitirdikdən sonra Sumqayıtda peşə məktəbində təhsil alırmış. Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə hazırda Müşfiq qəsəbəsində 274 saylı məktəbdə oxuyur. Ailə üzvlərinin sözlərinə görə cinayət törədən məktəbli hadisədən bir neçə gün öncə bıçaqlanan şəxsin qardaşı ilə 36 saylı məktəbdə dava edib və onu bıçaqlayacağını deyib. Uşaqların içində deyib ki, onu bıçaqlayacam, onu bıçaqlayacam. Şu an vəziyyəti ağırdır. Ölümlə qalım arasında mübarizə edir. Təcili tibbi yardım briqadası tərəfindən kişi cinsli şəxs bədənin çoxsaylı kəsilmiş, deşilmiş yaraları diaqnozu ilə kliniki tibbi mərkəzə hospitalizasiya olunub. Kliniki tibbi mərkəzin uşaq zərriyyəsi şöbəsinə hospitalizasiya olunan 2008-ci il təvəllüdlü kişi cinsli pasiyent əməliyyat edilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir. Ailə üzvləri onu da iddia edir ki, cinayəti törədən şəxs bıçaqladığı yeniyetmənin qardaşı üçün həmin ünvana gəlib, lakin qardaşının əvəzinə onu bıçaqlayıb. Sonra yaxınlaşanda gördüm ki, əlində bıçaq, xaxın uşağının əməli başda ölümünə neçə dənə də zərbə vurmuşdu mənə hadisə çatana qədər. Hələ mən yaxınlaşırdım, yenə də hələ buraxmırdı. Axırda hayküy saldım ki, burax da onu da öldürəcəm. Tap onu mənə vergən. Sanki elə bir ki, bu elə düşünürdü ki, qardaşı içəridədir, evdədir. Çünki evdən çağırmışdı uşağı. Bəs həqiqətən də cinayət hadisəsi pul üstündə törədilib. Söhbəti yoxdur. O şəxs balaca uşaqları döyüb pullarını alır. Qardaşım da ona bir neçə dəfə mane olmağa çalışdığına görə qardaşımdan zəhləsi gedirdi. Məktəblinin bıçaqlanması ilə bağlı Bakı Təhsil İdarəsi də məlumat yayıb. Bildirilir ki, hadisə dərsdən kənar vaxtda məktəbdən kənar ərazidə 274 nömrəli məktəbin 10-cu sinif şagird tərəfindən 306 nömrəli məktəbin şagirdinin qardaşına xəsarət yetirilməsi haqqında məlumat daxil olub. Artıq hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Cinayət hadisəsinin dəqiq təfərrüatları aparılan istintaq araşdırmalarının sonunda bəlli olacaq. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.